Demek bu kimin sualıydı uşaqlar? 4-cü sinif, səhifə neçəydi, mövzu neçəydi? 12. 5-ci sinifə bağışlayın. 5-ci sinif, mövzu 12'nin sualları. Bu kimin sualıydı? Sənə Xədicə, hə? Tamam, indi sən buyur sualını. Sən İpəkdin, Salata. İpək, buyur. Səhifə 42-də 10-cu sual. Səhifə 42-də 10-cu sual. Gəlin yazın. Demək deyir ki, AB parçası CD nöqtələri ilə 3 hissəyə bölünmüşdür. AB parçası, parça nədir uşaqlar? Uc nöqtələri verilib. Bağlıdır. Hər iki tərəfdən nədir? Məhduddur. CD nöqtələri ilə 3 hissəyə bölünür. Baxın, gəlin bölürəm. Bir C, bir də D. Buraya yazıram C, burada nə yazıram? D. 1, 2, 3 hissə. 3 hissəyə bölünmüşdür. Bizə deyir ki, CA 5'dən 3'də 1'dir. CA buradır uşaqlar, bax bura. Nəyə bərabərdir? 5'dən 3'də 1'ə. DB 2 tam 6'da 1'dir. DB buradır uşaqlar. 2 tam 6'da 1 arasındaki məsafə. DC isə 4 tam 12'də 1'dir. DC isə burada. 4 tam nə qədərdir? 12'də 1. Çox asan məsələdir. AB parçasının uzunluğunu tap. Belə bir qaydamız var. Belə bir qaydamız var. Parçanın uzunluğu bölündüyü hissələrin uzunluqları cəminə bərabərdir. Bu parçamız nədir? A'dan B'yə gedir. Bölündüyü hissələr nədir? AC, CD və nə? DB. Deməli, AB'nin uzunluğunu axtarırıqsa, AC plus CD plus nə? DB'nin eləməliyik? Cəmini tapmalıyıq. Gəlin tapaq. 5 tam 3'də 1. Plus 4 tam 12'də 1. Plus 2 tam 6'da 1. İndi bura baxın uşaqlar. 12'dir, düzdür İpək? Bunu da 12 eləyə bilərəm, bunu da 12 eləyə bilərəm. O zaman bunu vuran nəyə? 4'ə, buna vuran nəyə? 4'ə. Buna dəymirəm. Bunu vuran nəyə? 2'yə, bunu 2'yə. Toplama olduğu üçün daha asandır. Birinci tam hissələrini toplayıram. 5 üstə gəl 4. 9, üstə gəl 2, 11 tam. Gözəl. 12'niz tek saxlayacağım təbii ki. 4 üstə gəl 1. 5, o da 2, 7. 12'də 7. 11 tam 12'də 7 santimetr. 3'ü 4'e vurduk, 1'i 4'e vurduk. Məxrəcləri bərabərləşdiririk də qızım. Müxtəlif məxrəci kəsirləri toplamaq üçün onların məxrəclərini bərabərləşdirmək lazımdır. Yoxsa onu sən toplaya bilməzsən. Oldu? İndi buyur Əli, sən sualı ver. Onda biraz 15'te çətin edəcək. 15'də? Yaxşı. Baxaq görüm 15 nədir? Məmə yazmıyor. Hə? Yazmıyor. Yazın. Yazın. 15'te sonra şeydi. Əli neçəni istədin bana? 15 mənim. 15. Bax gəlin uşaqlar. Bu 15'in qaydası nədir? Diqqətlə qulaq asın mənim oğlum. Məmə izah edebilirim. Tam ədəddən, bax tam ədəddən, qarışıq kəsrin çıxarılması. Qarışıq kəsrin çıxılması qaydasıdır. Ne edəcəyik burada uşaqlar? Birinci addım. Misalı köçürdürük. 2 minus 1 bölünsün 6'da 5. Bax uşaqlar. Qarışıq kəsirdən tam ədədi rahat çıxmaq olar. Məsələn, bir dənə yazım, sonra silərəm. Məsələn, yazıram 5 tam 6'da 5 çıxılsın 3. 5 tamdan 3 tamı çıxarsan, yazarsan 2 tam 6'da 5. Bu asan işdir. Amma tamdan qarışıq kəsir çıxmaq üçün isə sən tamı xırdalamalısan. Bir parçalamalıyım. Necə parçalayırsan? Parçalamaq yox, xırdalamaq. Necə eləyirsən? Parçalamaq elə bir ki... Nəysə, qulaq asın mənimə. 2'nin bir tamını götürürəm, bir tamını saxlayıram. O bir tamın yerində nə yazacağım Əli? Bunun məxrəci nədir mənim balam? 6. Yazarım 6'da 6. 6. 6'da 6 özü 1 demək deyil. Bunda 1 elədi nə? 2. Gördün? Ondan sonra çıxacağım 1 tam 6'da 5. Bərabərdir. Deməli birinci addım misalı köçürdük. İkinci addım tam hissəni xırdalayırıq. Üçüncü isə tamdan tamı çıxırıq. Kəsir hissədən nə? Kəsir hissəni. Birdən biri çıxanda necə qalır uşaqlar? Heç nə 0. Burada da 6'da 6, 5'də 6'dan 6'da 5 çıxanda 6'da 1 qalır. Məsələn, birini də seçək dördüncüsünü. Dördüncüsünü. 7 çıxılsın 1 tam neçə var orada? 3'də 2. Yenə də burada salatım. Bura bax, sən də bu sualı verirdin qızım.
7-dən tamdan qarışıq kəsir çıxmaq olmaz. Uşaqların bəziləri götürür nə yazır? 7 çıx 1, 6-dan 3-də 2. Amma AB variantında 6-dan 3-də 2 cavabı da var. Doğru deyil axı o. Ona görə 7 tamı nə etməliyik? Xırdalamalıyıq. Aferin. 7-ni yazıram 6-dan. Onun məxrəci nədir? 3. Xor eləmirik. Xor eləmirik. Yavaş. 3'te 3. 3'də 3 çıxılsın 1-dən 3'də 2. 3'te 5. Kəs sonra. Bu qədər gözəl. Oldu? Ben de 15'te ikincini İkinci nə başa salacağım? 15'də. 11'de şey var. Bir dəqiqə 11'de sakit. sefri var. Bir dəqiqə sakit. 13'te 11'də səhvlik var sən demə. O sənin yaşına düşmür. Sən deyinə ki, müəllimə bir 11'ə baxsanız, yaxşı? Hə. Onu müəllimlər deyə bilər ki, müəyyən araşdırmadan sonra səhvlik var. Sən demə heç vaxt. Yaxşı quzum? Gəlir Yusif. Buyur Yusif. Ha? Heç nə? Leyla. Leyla'da 7 var. Deyir üçbucağın perimetri 40'da 33'dür. İki tərəfinin uzunluğu 8'də 3 və 5'də 1'dir. Üçüncü tərəfin uzunluğunu tap. Biz burada birinci bilməliyik ki, üçbucağın neçə tərəfi var? 3. Ay sağ ol. Birine A deyirik, birine B deyirik, birine ne deyirik? C. Perimetri neye beraberdir? A üste gel, B üste gel, C. Bu qayda işimizi kurtarır. Ben burada değil. İndi bize perimetr verilib neçədir? 40'da 33. Yazırsan ki P bərabərdir nəyə? 40'da 33'ə. Sonra bize verilib ki, bir tərəfi 8'də 3'dür, bir digər tərəfi 5'də 1. B də bərabərdir nəyə? Sənə deyir üçüncü tərəfi tap. Səs eləyən kimdir elə? Ben size de. Bize deyir ki, bir dəqiqə onu saxla görüm kimdir. Bize iki tərəf verilib, üçüncü tərəfi soruşur, bir də perimetr verilir, düzdürmü? Üçüncü tərəfi tapmaq üçün cəmin içindən, onu biz nə edərik? Bu iki tərəfi toplayacağıq, cəmdən nə edəcəyik? Çıxacaq. Deməli yazarıq ki, S tərəfi bərabərdir, ümumi tərəfimiz nədir? Perimetr. 40'da 33 çıxılsın mötərizənin içindən. Ben 3'te 8 ise gel 5'te 1. 8'də 3 salatın. 8'də 3 İpek edin sən? Hə, salatın. 8'də 3 üstə gəl 5'də 1-i nə eləyəcəm? Bundan çıxacaq. Bərabərdir. Aycan? Ben eliyorum. Hə. Bərabərdir. Mənməyə baxın bir dənə. Bir dənə baxın bura. 8 ilə 5 ikisi də müxtəlif olduğu üçün onların hasilini tapmalıyıq. Çünki biz onlara ortaq əkop kimi başqa, yəni ədəd kiçik ədəd düşünə bilmirik. Ona görə ikisi də qarşılıqlı sadə ədədlərdir. Baş mövzularda keçmişik də bunu. Qarşılıqlı sadə ədədlərin əkobu da nədir? Onların hasilidir. Ona görə bir-birinə vuracağım. Bunu 5'ə vuracağım. Bunu da 5'ə vuracağım. Bunu vuracağım nəyə? 8'ə. Bunu da vuracağım nəyə? 8'ə. Onda nə yaranar burada? 40'da 33 qalır öz yerində. 40'da 15 plus 40'da nə uşaqlar? 8 bərabərdir. 40'da 33 çıxılsın. 40'da 15'in üstə 8 gəl necə eləyir? 23. Bərabərdir 40'da nəyə? 10'a. Ben de İndi cavab 40'da 10 cavabı yoxdur. Ona görə də aslar 10'a bölünüb hər biri. Nə alınıb burada? 4'də 1. Cavab nədir? 4'də 1 desin. En başında geçiyorum benim de hafıza. Sonra ne? Yazın. Yazın uşaqlar. Fəxrəddin bəy. Gözlə qutardıq bunu. Yok. Mən buranı siləcəm. Mən buranı siləcəm. Buranı. Aha. Aha. Başlat kızım. Ha. Fəxrəddin buyur ala bala. 11. 11. Aha. 11'de bize deyir ki ambarda 9,2 ton düyü var idi. Ambara 4'te 3 ton düyü gətirib bu qədər düyü apardıqdan sonra heç nə mətni quracağıq da. Bize deyir ki burada ambarda 11-ci məsələ. Ambarda deyir 9,7'de 2 ton var. Yazırsan 9,7'de 2. Tam 7'de 2 var. Ambarı 3,4'te 3 tonda gətirdilər. Nə qədər? 3,4'te 3 gətirdilər. Sonra bunun içindən elə bir bunun özündən də gətirdikdən sonra 8,28'də 23'ü nə elədilər? Apardılar. Apardılar çıxmadılar. Ay sağ. İndi mənməyə baxın. Lazım diqqətlə. Məxrəclərə fikir versəniz 7, 4, 28.
28'e. Aferin. Bu da 28 oldu. Yavaş. Yavaş. 28 oldu. Bu kadarını bildik. Şimdi vuran bunu 4'e, bunu da 4'e, bunu 7'ye, bunu da 7'ye. Qəşəng sual idi Fəxrəddin. 28 burada nədir? 8. Toplayırıq 3, 28 burada nədir? 21. Çıxırıq. Burasını siləm daha. 8'den 28'de neçə? 23. Məxrəclər eynidirmi uşaqlar? Eynidir. Baxın indi, əvvəlcə tamları işləyirəm. 9 üstə gəl 3 neçə edir? 12 çıx 8, 4. Yazırıq 4 tam 28. 8 plus 21 minus nə? 23. 4 tam 28'dən 29'dan da 23 çıxanda neçə edir? 6. Birdən belə cavabımız olmasa, İxtisar neçəyə? 2'ye. Buyurun. Ton. Yazın. Hə, sakit. Sonra kimin gəlir? Əli Məhəmməd. Ben de 13. Yəni kim? O səs yaradıram. Qapını istəyirsən aç oradan biraz ayın. Hə. 12'ni istedim balam. 12'den. Deyir bazara 25 tam 8'de 7 kilogram yemiş gətirdilər. Deməli cəmi nə qədərdir? 25 tam 8'de 7 kilogram gətirdilər. Birinci gün 5 tam 2'de 1. Birinci gün tire 5 tam 2'de 1. İkinci gün ise ikinci gün tire bundan yani 5 tam 2'de 1'den 2 tam 4'te 1 kilogram az. Bunu tez hesaplayaq uşaqlar. Bu 4'tür, bunu bırak 2'ye, bunu bırak 2'ye. Beraberdir olur 5 tam 4'te 2, çıxılsın 2 tam 4'te 1. 5'ten 2 çıxanı ne? Deməli ikinci günə bu qədər sakit. İkinci günə bu qədər. Üçüncü gün isə birinci və ikinci gündə, yəni 5 tam 2'də 1 gündə cəmi satıldığı qədər plus 3 tam 4'də 1. Üçüncü gün birinci ve ikinci günün satıldığı kadar satılır cəmi. Onu da neçəyə vuracağım? 2'ye. Olur 5 tam 4'te 2, üstə gəl 3 tam 4'te 1. O da 58 tam 4'te 1. Bazarda neçə kilogram yemiş qaldı? Hamısını toplayacağım. Vəssalam. Nə inəcəyik burada yemiş? 5 tam 2'de 1. Birinci gün 5 tam 2'də 1. 5 tam 2'də 1 plus neçə? 3 tam 4'də 1 plus neçə? 8 tam 4'də 3. Cəmi nə qədər edir uşaqlar? Bunu da 4 eləyək də olar elə. 2 olur da, hə? Toplayanda 5 üstə gəl 3 neçə edir? 8, 8 o da 8, 16 tam. 4, 2 edir də bu. 2 üstə gəl 1. 3 üstə gəl 3. Sakit bir dakika. Bir dakika sakin. Sualı vermişsiniz. Kulak asın. 6 ile 4'ü burada belə saxlamaq olmaz. 16 tam 2'de 3. Buna qarşı kəsir demək olmaz, düzgün deyil. Çünki tamdan sonra düzgün olmayan kəsiri yazmaq qətiyyən olmaz. Çünkü orada bir tam O qaydamıza ziddir. O yüzden de bunu biz çevirmeliyik. 3'ün içinde 2 var. Bir tane 2 var. 17 tam olacak. 2'de 1. Sonra bize deyir ne kadar kaldı. Bizim cəmi varımız idi 25 tam. 8'de 7'den çıkacağım 17 tam. 17 tam neyi? 2'de 1. Bu 8 ise buna ne eləməliyim? Bu 4'e Ha? vurmalıyım. İpek? Fikri bura ver. Neye vuracağım? 4'e. Buna neye vuracağım? 4'e. 25 tam 8'de 7 çıxılsın 17 tam 8'de ne? 8 tam 8'de 3. 3 Ben de yapmışım. Ben de değil. Vəssalam. Ben de burada var. Bakın siz görüyorsunuz ikinci bölümleri. 5'i 13'ün 5'i Aşağıdan silin. yersin. 13'ün 5'i. Deməli 13'ün 5'ində nədir uşaqlar? Qulaq asa. Yazılıb ki 8 tam 5'də 4 plus 5 tam 9'da 7. Kızım
Bunun məxrəclərinə bax, qarşılıqlı sadə ədədlərdir. 5 və 9. 5 və 9-a necə tapa bilərəm? Ən gözəli öz hasilləridir. Biz demişik, qarşılıqlı sadə ədədlərin əkobu, onların nəyi də hasili. İndi 45 eləmək üçün bunu nəyə vuracam? 9-a, bunu da 9-a. Bunu 5'e. Məsələn. 8 tam 45'te 36 isteyeceğiz. 5'ten 35. Sakit. 13 tam 45. IQ ilə deməyin. 13 tam 45'te 75. 13'dan 45'te nə? 71. 45'te 71. 45'te 71. Ama burada da bir tane tam yarar. Bunu belə yazma olmaz, qətiyyən. Bəli. 71'in içində neçdən 45 var? Bir dənə. 10'dan 15'te 26. Yazın. Sakit, sakit uşaqlar. Dördüncü suala baxırıq. Dördüncü sualda bizə deyir ki, avtobus birinci saata yolun 6'da 5'ini, ikinci saatda isə 7'də 3'ünü gedib. Avtobus yolun hansı hissəsini gedib? Əvvəlcə cəmləyək bunları görək neçə eləyir? Cəmi nə qədər gedib? 6'da 5, plus nə? 7'də 3. Uşaqlar, 6'da 5 ilə 7'də 3'ün əkobu nədir? 42. Yəni bunların bir-birlərinin hasili. Bur 6, bur 6. O da eləyir nə? 42'də 35, üstə gəl 42'də 18. O da eləyir 42'də nə? 53. O da beraberdi 42'de 11. Bir tam 42'de. Yo, bir də gediyən nə? Mama tebrik ediyorum. Avtobus yolun hansı hissəsini gedib? Bu hissəsini gedib. Elə Kızı da 53. Bir tam 42'de 11. Bir tam 40'da 11. Ben de. birincisi nədir? 13'ün birincisi. Sakit, sakit uşaq. 2 tam 7'də 6, plus 1 tam 6'da 5. Yenə də bunlar 42'ye gəlir də. Vaqif, burada nə isə narahat olmasan ki, 6'ya vur, 6'ya vur, 7'ya vur, 7'ya vur. 36, üstə gəl 1 tam 42'də 35. 42'də 35. Bir tam 43'de 11 almış onlar. Ha, yaxşı. Onu toplayaq bir dənə 3 tam 42'də 36 ilə 35 neçə edir? 71. Bir tam çıxacaq 4 tam 42'də 29. Ben de böyle yazmışım. Ben de. Ben 15'in içine vermemiştim. Ama ben Yox, qəşəng sualdır, əla bir sualdır, vermirsən, çox sağ ol. Başlayaq, kimin idi bu salatına? Ben. 14'ün 5'i. Qulaq asın, sakit. Bunda deyirəm, yekunlaşdırıq, yeni dərsə keçirik. 4 tam 5'də 1, bu vacibdir. Buna nə yaxşı ki verdin, təşəkkür edirəm. Bax uşaqlar, burada məsələ nədir? Birinci növbədə baxırıq məxrəclərə. Məxrəc birində 5'li, birində nədir? 10. İlk işim bunu bərabərləşdirmək. Elədinmi? 10. Yazıram bərabərdir. Diqqətlə qulaq asın. Yazmağa başınızı qatmayın. 10'da 3, bərabər. İndi işə baxıram. Bayaqdan deyir ki, tamdan tamı çox, sonra kəsirləri işlə. Düzdür, fəxrədir. İndi mən burada tamdan tamı çıxsam, kəsirdən kəsir çıxa bilmirəm. 10'da 2'dən 10'da 3 çıxa bilmirəm. Bunu nə edəcəksiniz? Bu 4 tamı, bir dənə tamını alırsan, yazırsan 3 tam. Məxrəci dəymirsən, məxrəcin özü qədər üstünə gəlmirsən. 12. Çıxılsın 3 tam, 10'da 3. Yine çıxa bilərsən. Burada məxrəcdə 100 də olsa 100 gələrsən üstünə. 50 olsa 50 gələrsən. o kadar. Ay sağ ol, artımı gedir. 3'dən 3 çıxanda 0 tam eləyir, 0 tam eləyir, 10'da Onda 9. 9. Bu qədər. Çox sağ ol bu sual üçün, bunu deməmişdim. Bax, qulaq asın müəllimə. Səhifə 43'də 16 var idi, təbriklər sizə. Keçən dərs dedim qalsın, özüm izah eləyərəm ondan sonra yazarsınız. Düzdürmü? İndi gəlin, diqqətlə qulaq asın, onun fərqlilərinə müəllimə sizə izah eləsin. Hələ heç nə yazın, ancaq dinləyin, yaxşı, sakit. Ancaq dinləyin. Dəniz, baxın bura gözəl. 16-cı sual. Yazıb ki, məsələn, yazıram, oradan mən, bax birincidən başlayıram, birincidən, fərqlilərini yazaram. Yaxşı, həm toplama, həm çıxma, həm azalan, narahat olmayın. Yazıb ki, x üstə gəl, 1 tam 5'də 2 bərabərdir 4 tam 4'də 1'ə. Gəlin bu tənliyə həll edək uşaqlar.
adi tənlik kimidir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı nə edirik? Çıxır. Sakit. O zaman x bərabərdir. 4 tam 4'də 1'dən çıxacaq. 1 tam 5'də 2'ni. Bu yazını yazandan sonra bayaqdan işlədiyimiz kəsirlər üzərində əməllərdən istifadə edəcəm. Məxrəc 4 və 5'dir. Bunları bərabərləşdirmək üçün mən görürəm ki 4 və 5 qarşılıqlı sadə ədədlərdir. Deməli bunların əkobu nədir? Bunların hasilidir. O zaman 20 eləyəcəm. Yəni bir-birinə vuracam. Bunu 5'ə vuracam. Bunu da neçəyə vuracam? 4'ə vuracam. Amma tənlik eləyəndə belə nağıl kimi dal-dala yazmayın bu cümlə. Ardıcıl yazmayın. Təzdən yaz x bərabərdir. 4 tam 20'də 5 minus 1 tam 20'də nə? 8. X bərabərdir. 5'dən 8 çıxa bilmirsiniz. Fikir verirsiniz. Deməli bu nə eləyəcək? Bir adım azaldacaq. 3 tam 20'də 25. xor eləmirik. 1 tam xor eləmirik. X bərabərdir. 3'dən 1 çıxırıq 2, 20'də 25'dən 8 çıxarlar. Cavabı tapdıq. Yox hələ heç nə. Sakit. Mən biraz yazım yorulum, sonra siz yazarsınız. İndi biraz fərqlisini yazıram. Məsələn, çıxılanın tapılması. 4-cü sual. 19 tam 7'də 3 minus x bərabərdir 8 tam 21'də nə? 11. Qaydamız belədir. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxır. Azalan budur, fərq budur. Çıxılanımız da budur. O zaman yazıram x bərabərdir. 19 tam 7'də 3 çıxılsın, 8 tam 21'də 11. Uşaqlar, yenə də baxıram, müxtəlif məxrəcidir. Əgər məxrəclər biri birinin bölənidirsə, deməli əkobu böyüyüdür. Burada 7 və 21. 21 7'nin bölünənidir və 7 21'in bölənidir. Bir-birlərinə bölünürlər. Onu böyüyü olur bunun əkobu. Yəni bunda nə eləyəcəm? 3'ə vurub yaradacağım. X bərabərdir 19 tam 21'də 9 çıxılsın 8 tam 20'də neçə? 11. Baxırıq bayaqki məsələ. Çıxmaq olmur. Nə eləyəcəm? Azaldacağım. 18 tam 21 özü qədər üstünə gələcəm. Olur 30 minus 8 tam 21'də nə? 11. X bərabərdir 18'den 8 çıxanda 10 tam 21'də 30'dan 11 çıxanda 19. İxtisar getmirsə belə də saxlayıram. Oldu? İxtisara mütləq baxın. Sonra mən seçirəm buradan 8'i. 8'i. Yazılıb ki y minus 5 tam 6'da 5 minus 1 tam 8'də 5. Bir dənə baxın mən düz köçürdürəm ya yox. Bir dənə səhv köçürdürməyim. 4'də 3. Uşaqlar, baxın buraya indi diqqətlə. Bu mötərizənin içi məndə azalandı. Nədir? Azalan. Mötərizənin içi. Bu çıxılan da, bu da nədir? Fərqdir. Məchul azalanı tapmaq üçün biz demişik ki, fərqin üzərində nəyə gəlirik? Çıxılanı gəlirik. Ona yazırsan ki, y minus 5 tam 6'da 5 sənin azalanındır. Məchul azalan. Bərabərdir. Fərqin üzərinə, 4'də 3'ün üzərinə 1 tam 8'də 5'i gəlirik. Uşaqlar, bunu da 8 eləməliyəm də artıq bir-birinin bölənidir. 8 və 4 bir-birinə bölünür. Ona görə də böyüyü onun əkobu olur. Onda nə yaranar burada? Y minus 5 tam 6'da 5 bərabərdir. 8'də 6 plus 1 tam 8'də nəyə? 5'ə. Y minus 5 tam 6'da 5 bərabərdir. Toplayanda 1 tam 8'də nə? 11. 6 ilə 5 toplayanda 11 edir. Bunu da belə saxlaya bilmərəm də 11'dən 8'i nə eləməliyəm? Çıxmalıyım. Bir dənə var içində. 2 tam nəyə bərabərdir? 8'də 3'ə. Alıram ki y minus 5 tam 6'da 5 bərabərdir 2 tam 8'də 3'ə. Bax, bayaqki məsələlərə gəldi çıxdı. Eynisinə. Fikir verirsiniz? Bura baxın uşaqlar. Məchul azalanı tapmaq üçün fərqin üzərində nəyə gəlirəm? Çıxılanı gələcəm. Onda y bərabərdir 2 tam 8'də 3 plus 5 tam nəyə? 6'da 5'ə. Bunları da nəyə? 8'dən 6'nın əkobunu tapa bilərəm. Xeyr. 8'dən 6'nın içində ortaq vuruq var. 24. Bir dənə xatırlama eləyək. Bir dənə xatırlama eləyək. 8'dən 6'dan ortaq nə çıxır? 2 çıxır. Burada qalır 4, burada nə qalır? 3. Var mı nəsə yenə də içlərində? Yoxdur. O zaman vuracam hamısını. 2 vur 4 neçə eləyir? 8 vur 3, 24.
Bunu nə eləməliyəm? 24. 24 eləmək üçün neçəyə vururam? 3'ə. Bunu neçəyə vururam? 4'ə. Onda aldım ki 2 tam 24'də nə? 9 minus plus 5 tam 24'də neçə? 20. Y bərabərdir, yazırım. Y nəyə bərabər olacaq burada? 7 tam 24'də 29. Düzdürmü? saxlamaq Belə saxlamaq olmaz. olmaz. 29'dan 24 çalacaq. 8 tam. 8 tam 24'də nə? 5. Anladıq? Yazın. Axıncı yazdığımın nömrəsi neçəydi? 8. Yaxşı uşaqlar, qulaq asın. İndi yazırıq, bax, 12'ni. Sakit, asanlarını yazmıram qızım. Asandır, yalnızca çətin bir şey yox, sadəcə biraz fərqlərini yazıram. 22 minus 7 tam 6'da 1 plus x bərabərdir 12 tam 12'də 11. 12 tam 12'də 11. Burada nəyə diqqət edirsiniz? Bura baxın bir dənə. Asiyə qulaq as, sonra köçür dərsən. Bura baxın uşaqlar. Burada sizin tapa biləcəyiniz, vacib diqqət edəcəyiniz şey nədir? Azalanın, çıxılanın fərqi doğru yerini bulmaq. Fərqi bilirsiniz, onsuz da cavab da azalan və çıxılan məchul hansındadır onu bilməkdir. Bax uşaqlar, bu azalandır. Bu mötərizə nədir? Çıxılan. Bu da nədir? Fərq. Asiya, bir də deməyəcəm. Azalan, çıxılan, fərq. Mənim məhculum hardadır uşaqlar mötərizənin içində? Yəni çıxılanı tapmaq üçün mən azalanan fərqi nə etməliyəm? Çıxmalıyam. Onda çıxılan budur. Bunu bütün yazıram bura. Bax 7/6 plus nə? X bərabərdir. Çıxılanı tapmaq üçün azalandan 22'dən fərqi nə edəcəm? Çıxacaq. Gördünüz? Bayaq verdiyiniz suallardandır. İndi bunda nə yaratmalıyam? Kəsir hissə yaratmalıyam. Bunu yaratmaq üçün qısa burada yazıram. 22'nə eləyəcəm 21 tam 12'də 12 çıxılsın 12 tam 12'də nə? 11 bərabərdir. 7 tam 6'da 1 üstə gəl x. İndi 7 tam 6'da 1 plus x plus idi hə. Bərabərdir. 21'dən 12 çıxana neçə edir uşaqlar? 9. 12 tam neçə edir burada? 1. İndi bura baxın, gəldik ikinci hissə pənliyə. İkinci hissədə nədir? Məchul toplanan. Məchul toplananı tapmaq üçün cəmdə məlum toplananı nə etməliyim? Çıxmalıyım. Onda x bərabərdir. 9 tam. 12'də 1'dən çıxacaq. 7 tam 6'da 1. 12 6'nın bölünənidirsə, əlkə belə özüdür. O zaman bunu neçəyə vuracaq? 2'yə vuracaq. Bu da görə nə alınır burada? Bərabərdir. X bərabərdir. Buyur buradan yazın da. Necə deyək? Buraya yazıram x bərabərdir. 9 tam 12'də 1. Çıxılsın 7 tam 12'də nə? 2. Mən bunu çıxa bilmirəm axı. Deməli nə edəcəm? Parçalayacağım. X bərabərdir. 8 tam 12'də aferin sizə. Çıxılsın 7 tam 12'də nə? 2. İndi bunu işləyək. 8'də 7 çıxan neçədir? 1 tam 11. bu qədər daha. İndi 2 dənəsini də seçək. 16. Yavaş, yavaş. 15. 15. Qəşəngdir, o da fərqlidir. Yazdım ki 4 tam 5'də 2 minus x plus 5 tam 15'də 11 bərabərdir. 7 tam 5'də 3'ə. Bax uşaqlar, burada nə edirik? Yenə deyirəm, mötərizəli məsələlərdə məchulun harda duruşu, adı nədir, onu tapmaqdır məsələ. Baxın bura, toplanan, bu nədir? Cəm. Məchul dəniz bunun içindədir, sən buna azalan dedin, demək olmaz. Toplamadır, mötərizənin üstünə gəlirsən. Məchul toplananı tapmaq üçün, yəni bütün bu sənin artıq məchulundur. Yaxşı qızım? Minus x, məchul toplananı tapmaq üçün cəmdə məlum toplananı nə etmək lazımdır? Çıxmaq lazımdır. Bərabərdir. 7 tam 5'də 3'dən çıxacaq 5 tam 15'də nəyi? 11'i. Bu 5'dir, bu da 15'dir. Bir-birlərinin bölünidirmi? Ən böyüyünü götürəcəm. Ay sağ ol. Bunu da yazıram indi. 4 tam sakit. Qışqıra danışmayın uşaqlar. Bərabərdir. 7 tam 15'də 9'dan axı çıxmaq olmur bunu? Elədir. 7 tam 15'də 9 çıxılsın 5 tam
11, 15'te 11. 4 tam 5'te 2 çıxılsın x bərabərdir. Bu olur 6 tam 15'te özü qədər üstünə gəlir 24. Özü qədər üstünə gəlir. Çıxılsın 5 tam 15'te nə? 11. 4 tam 5'te 2 çıxılsın x bərabərdir. 1 tam 15'te nə? 13. Tamamilə doğrudur. Məchul x indi bizdə burada nədir uşaqlar? Yeni ad aldı bu. Azalan, çıxılan, bu da nədir? Fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. O zaman x bərabərdir. 4 tam 5'te 2'dən çıxacaq 1 tam 15'te. Bu 5'dir, bu da 15'dir. Bir-birlərinin bölünənidirmi? Ən böyük nədir? Böyük, çok özüdür. Deməli bunu nəyə vuracaq? 3'ə. Onu nəyə vuracaq? 3'ə. Olur x buraya yazında buna. 4 tam 15'te 6 çıxılsın 1 tam 15'te 13. 3 tam. Hələ yenə böyütməliyik. X bərabərdir. 3 tam çıxa bilmirəm axı ona görə ayam. Çıxa bilmədiyim üçün artırma edirəm. 21. Çıxılsın 1 tam 15'te 13. Beraber değil. Bu değil. 2 tam. 15'te 8. 15'te 8. 8. Bu da belə. Bura birini də sıxışdıra bilərik. Hə? Birini də yazaq qəniməndə, elədirmi? Bak 5.'si Mənim 18. 17'den yazdık da. Aslında 18'den de yazdık. Yazdık demək olar. Ben çok tutuyorum. Ha bu kadar. Yazdığı için ihtiyaç değilmiş bunu çekmeye.